mövzumuz, yəni 2024 güvəndir və biz yerin planetar və geoloji inkişafı ilə bağlı testlərimizin izahını verməyə çalışacağam. Bir hissəsinin izahını göndərəcəyim. Təbii ki, vaxt yaranarsa növbəti izahların da ardı gələcək. Başlayaq izaha. Deməli, litosfer adlanır. Təbii ki, yer qabığı və mantiyanın üst bərk hissəsi adlanacaq litosfer. Yəni, birinci sualımızın doğru cavabı A variantıdır. Yer qabığını əmələ gətirən qatlar hansılardır? Bu qat deməli, bazaltdır, qranitdir və çökmədir. Bilirik ki, yer qabığı 3 qatdan ibarətdir. Çökmə, qranit və bazalt. Onlar bizdən soruşur deyə bizim doğru cavabımız B variantıdır. Üçə baxan materik yer qabığında çökmə və bazalt təbəqələri arasında yerləşən hansı təbəqə yerləşir? Təbii ki, qranit. Yəni, qeyd elədik ki, çökmə, qranit, bazalt bu formada ardıcıllıqlanır və yəni sualımızın doğru cavabı D variantıdır. Dördə baxaq, Kaynozoidasının dövrləri hansılardır? Üç dənə dövrü var. Paleogen, Neogen, Antropogen və dördüncü dövrdə deyə bilərik. Yəni C variantı sualımızın doğru cavabıdır. Sonra Mezozoy erasının dövrlərinə aid deyil. Mezozoy dövrünün belə deyək də, Mezozoy erasının dövrləri Tiras, Yura, Təbaşirdir. Digərləri isə, məsələn, Paleogen Kaynozoyundur, Neogen Kaynozoyundur, Perm isə Paleozoyundur. Yəni, aid olmayanlar 1, 3 və 4. C variantı uyğundur. 6. Paleozoik geoloji erasının dövrlərindən deyil. Paleozoyun 6 dənə dövrü var. Hansılardır? Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Bir də təkrar edək. Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Bəs mən bunların hansılarının adını çəkmədim? Təbii ki, Paleogen. Paleogen çünki Kaynozoya aiddir. Yerin ən üst təbəqəsi adlanır nə? Təbii ki, yer qabığı. Birinci yer qabığıdır, sonra mantiyadır, sonra isə nüvədir. Bunlar da ayrıca, yəni, məsələn, nüvə iki yerə bölünür. Daxili nüvə, xarici nüvə, mantiya da eyni ilə. Üst mantiya və aşağı mantiya olacaq. Daha sonra bizim növbəti sualımız Paleozoy erasının geoloji dövrlərini müəyyən etməyimizi istəyir. 6 dənə dövr var, yenə deyirik. Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Hansıları saydıq? 1-i, 2 və 6-nı qeyd elədik. Yəni C variantı uyğun variantdır. Daha sonra növbəti müvafiq olaraq seçin. Qırıntı çökmə suxurlar hansılardır? Təbii ki, 1-ə gedəcək. 1, yəni qum aiddir qırıntıya. Sonra burada çınqıl aiddir və 6. Gildə qırıntı çökmə suxurlara aiddir. Yerdə qalan daş tuzu, gipsi bunlar isə kimyəvi hesab olunacaq. Yəni sualımızın doğru cavabı B variantıdır. 10-cu sualla davam edək. Müvafiq olaraq qırıntı, kimyəvi, üzvü çökmə suxurları göstərin. Qırıntı hansıdır? Məsələn, kalium duzu olmaz, daş kömürü olmaz, çay daşı olar və gil olar. İndi ikinci hissəyə baxırıq. Kimyəviyə bəs hansı aiddir? Məsələn, çınqıl kimyəvi deyil, o da qırıntıdır, amma gips, yox, burada səhv qeyd edim. Gips, deməli, gips təbii ki, kimyəviyə aiddir. Torf isə üzvü çökməyə aiddir. Yəni, sualımızın doğru cavabı D variantı olacaq. Növbəti sualla davam edək. Yəni, 11-ci sualda yerin nisbi yaşı necə müəyyən edilir? Təbii ki, suxurların, canlı orqanizmlərin, daşlaşmış qalıqların yatım ardıcıllığına görə. Burada, məsələn, C variantında yerdə suxurların tərkibində olan radioaktiv elementlərin parçalanmasının müddətinə görə bu mütləq yaşı müəyyən edirlər. Amma D variantında isə nisbi yaşı müəyyən etmək olur. Sonra verilmiş əlamətlər hansı faydalı qazıntıya aiddir? Yanar faydalı qazıntıdır, çökmədir, ovalıq şef zonasında yayılıb. Təbii ki, bu neftə aid olacaq. 13-cü sualda metamorfik suxurlar necə yaranır? Təbii ki, yüksək təzyiq və temperatur şəraitində dəyişməsinin nəticəsində. Onu da qeyd edək ki, metamorfik suxurlar maqmatik suxurlardan da yarana bilər və çökmə suxurlardan da yarana bilər. E variantında deməli, sualımızın doğru cavabı olacaq.
14-cü suala baxırıq. 14-də deyir ki, uyğun olmayan bəndi müəyyən edin. Baxırıq ki, burada çökmə mənşəli süxurlar qeyd olunub və qum, çaydaşı, çınqıl, gil aiddir. Bu variant doğrudur. Torf, daş kömür, kimyəvi növləri bitki, heyvan qalıqlarından yaranmışdır. Bu da doğrudur. Bizə aid olmayan istəyir. Yəni çökmə suxurlara aid olmayan istəyir. Daha çox düzən və çökək ərazidə toplanır. Bəli, bu da doğrudur. Maqma soyması nəticəsində əmələ gəlir. Bunlar maqmatik suxurlar olacaq. Çökmə ola bilməz. D variantı yanlış ifadədir. E variantında bir sıra növləri yerin dərin qatlarında yüksək temperatur şəraitində metamorfik suxurlara çevirirlər. Bu da doğrudur. Çünki çökmə suxurlar deyirik ki, metamorfik ola bilər. Bu variant doğrudur. Yanlış variant D variantı oldu. Daha sonra növbəti sualla davam edək. Sxemə əsasən belə deyək də, yəni məntiqə ardıcıllığı davam etdirəcək. Burada nə deməkdir? Qum daşı çevrilib, kvarsit olub, qranit qneysə çevrilib. Bəs mərmər nədən çevrilib? Əhəng daşından. Əhəng daşından çevrilən mərmər olacaq. Məsələn, qum daşı çökmədir, kvarsit metamorfikdir, qranit maqmatikdir, qneys metamorfikdir. İndi əhəng daşı olmalıdır ki, e, o da mərmərə çevrilsin. Əhəng daşı çökmədir, mərmər isə metamorfik. Sonra, e, yəni sadəcə bunlar çevrilmələrdir, kitablarda verilib, onları öyrənmək lazımdır ki, bu testi yaza bilək. Daha sonra növbəti sualda qeyd olunur ki, yerin qatlara uyğun olan, yəni uyğunluğu müəyyən edin. Məsələn, deyir ki, qalınlığı 1,90 kilometrdir. Bu, yer qabığı üçün keçərlidir. Ona görə A'ya yazacaq biri. Dəmir və nikeldən təşkil olunmuşdur. Bu, yerin nüvəsini təşkil edən metallardır. Baxıb görürük. Deməli, ən yerin nüvəsi C məntəqəsində öz əksini tapıb. Ona görə 2-yə yazacaq C-ni. Daha sonra 3-ə baxırıq. Temperatur 1000-2500 dərəcə arasında dəyişir. Bu isə aiddir təbii ki, mantiyaya. Yəni ikinci yerdə duran B-yə. 3-də bura qeyd edəcək. Deməli, A-ya 1-dir, B-yə 3-dür, C-yə isə 2-dir. Yəni sualımızın doğru cavabı Y variantıdır. Sonra növbəti sualımızla davam edək. 16, indi 17-ci suala baxırıq. Deyir ki, dərinlik intruziv maqmatik suxurlardan biridir. Maqmatik suxurlar ikiyə yerə bölünür. İntruziv və efuziv. İntruziv o deməkdir ki, məsaməsiz olur, yəni məsaməsiz olur, ağır olur, bərk olur, su keçirməyən olur. Amma efuzivlər necədir? Yüngül olur, su keçirən olurlar və belə deyək də, məsaməli olurlar. Məsaməli o deməkdir ki, yəni onlar havanı, suyu yaxşı keçirdə bilirlər. Burada indi hər iki variant A-da, B-də maqmatik suxurlardır. Amma A variantı intruzivdir, B variantı isə PEMZA, yəni efuzivdir. Digərləri əhəng daşı çökmədir, kvarsit metamorfikdir, mərmər metamorfikdir, amma maqmatik intruziv olan A variantıdır, yəni qranit. Qranit, bazalt, qabro suxurları hansı tipə aiddir? Yəni qranitdir, bazaltdır, qabrodur. Bunlar hamısı maqmatikə aid olacaq. Sonra maqmatik metamorfik çökmə suxurlarının verildiyi müvafiq sıranı müəyyən edin. Maqmatikə aid olan hansıdır? PEMZA aid ola bilərmi? Olar. Çaydaşı metamorfikdirmi? Xeyr. Çökmədir, olmaz. Qneys maqmatikdirmi? Xeyr. Qneys metamorfikdir. Qranitdən çevrilmiş metamorfik suxurdur. Qneys olmaz. Qabro olar. Qum daşı belə deyək. Qum daşı, bir dəqiqə bunu saxlayaq. Mərmər metamorfikdir. Amma burada çökmə yazılıb, ona görə səhvdir. Qranit maqmatikdir, mərmər metamorfikdir, torf çökmədir, doğrudur. Yəni sualımızın doğru cavabı D variantıdır. Sonra qrafit, belə deyək, metamorfikdir, fosforit çökmədir, kvarsit isə bu da çökmə olacaq. Yox, kvarsit metamorfikdir. Y variantı da yanlışdır. Deməli, qum daşı
nədən çevrilir? Kvarsitdən. Yəni qum daşı çökmədir, kvarsit isə metamorfik. Yəni burada e, yerləri dəyişik dedi ya, ona görə C variantını götürmür. Qum daşı olmalı idi çökmə, mərmər olmalı idi metamorfik. Ən doğru variant D variantı olacaq. Daha sonra növbəti sualımıza baxaq. Klasteri tamamlayan bənd hansıdır? Ovalıq şef zonalarında rast gəlinir. Çökmə mənşəlidir. İran, Qərbi Sibir, Şimal dənizi, Xəzər dənizində çıxarılır. Təbii ki, bu nə olacaq? Neft. E, Həmin qeyd olunan ərazilər neftlə zəngin olan ərazilərdir. Doğru sıraları müəyyən etməyimizi istəyir. Tiraz təbii ki, bilirik ki, Mezozoya aiddir. Amma burada e, Paleozoyun altından verib, ona görə yanlışdır. Neogen Kainozoya aiddir. Bəli, Neogenin 3 dənə dövrü var. Paleogen, Neogen, Antropogen və ya 4-cü dövrdə deyə bilərik. Bu variant doğrudur. Ordovik, Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perim. Biz bunları Paleozoya demişik. Mezozoya deyə bilmərik. Ona görə bu variant da yanlışdır. Perim Kainozoya deyir. Yəni bunu bayaq dedik ki, Paleozoya aiddir. Amma burada Kainozoyun altından verdiyi üçün yanlışdır. Yenə də Yura dedik ki, Mezozoyadır. Çünki Mezozoyun 3 dənə dövrü var. Tiras, Yura, Təbaşir. Yura da onlardan biri olduğu üçün və Mezozoyun da altında verdiyi üçün bu variant da doğrudur. İndi bizdən doğru sıranı müəyyən etməyimizi istəyir. Deməli, biri 2-dir və biri isə 5-dir. Sualımızın doğru cavabı D variantı. Sonra 22-ci suala baxaq. Suxurların mütləq yaşı necə müəyyən edilir? E, Dedik ki, iki cür müəyyən etmək olar. Bir nisbi yaş və bir də mütləq yaş. Daşlaşmış heyvan bitki qalıqları ilə biz nisbi yaşı müəyyən edə bilərik. Radioaktiv maddələrin parçalanmasında, yəni uran, radium, plutium, bunların parçalanmasından isə mütləq yaşı müəyyən edə bilərik. Yəni sualımızın doğru cavabı B variantıdır. Paleozoy erası hansı dövrlərdən ibarətdir? Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perim. Bunlar D variantında öz əksini tapıb. Daha sonra 24-cü sualla davam edək. Mərmərin qneyslə fərqli, kvarsitlə oxşar xüsusiyyət nədir? Mərmər bilirik ki, metamorfikdir, qneys də metamorfikdir, kvarsit də metamorfikdir. Amma mərmər nədən yaranıb? Əhəng daşından. Əhəng daşı nədir? Çökmə. Deməli, çökmədən e, metamorfik formalaşıb. Maqmatikdən metamorfik formalaşıb. Kvarsit nədən formalaşıb? Qum daşından, yəni çökmədən. İndi deyir ki, metamorfik suxurdur. Yəni mərmərin qneyslə fərqli, kvarsitlə oxşar cəhəti. Metamorfik suxurdur. Mərmər də metamorfikdir. Qneys də, kvarsit də. Burada yuxarıda qeyd elədiklərim sizi çaşdırmasın. Bunlar çevrilmələrdir. Nədən çevrilib, onu göstərir. Bizdə deyir ki, metamorfik suxurdur. Hər üçü metamorfikdir. Yəni burada onda fərqli olmadı ki, ona görə A variantını götürə bilmərik. Çökmə mənşəli suxurlardan çevrilmişdir. Baxırıq ki, deməli, mərmərin qneys ilə fərqli cəhətidir. Bəli, çünki çökmədən çevrilib biri, e, bu isə qneys isə maqmatikdən çevrilib. Amma kvarsit nədən çevrilib? Çökmədən. Görür ki, mərmərlə kvarsit hər ikisi çökmədən çevrilib. Buraya baxın, çığ yazmışam. Yəni çökmədən çevrilib. Yəni mərmər və kvarsit çökmədən çevrilib. Amma qneys isə maqmatikdən çevrilib. Deməli, mərmər qneysdən fərqli ondan ibarətdir ki, bu çökmədən çevrilib, bu qneysdən. Üzr istəyirəm, bu maqmatikdən. Və həm mərmərin, həm kvarsitin oxşar cəhəti odur ki, hər ikisi çökmədən çevrilib. Yəni, biraz çaşdırıcıdır, amma B variantında doğru variant kimi götürə bilərik. Burada qeyd olunur ki, maqmatik mənşəlidir. Xeyr. Buradan dedik ki, hər üçü metamorfikdir.
Sonra maqmatik mənşəli suxurlardan çevrilmişdir. Xeyr, dedik ki, bu çökmədir, maqmatikdir, çökmədir. İki dənə çökmədən çevrilib. Amma burada deyir ki, maqmatik mənşəli suxurdan çevrilmişdir. Yəni, bu variant da doğru deyil. Çünki bunlar çökmədən çevrilir, maqmatikdən deyil. Ona görə deyil də ola bilməz. Filiz faydalı qazıntıdır. Bu da yanlış ifadədir. Qeyri-filizdir. Sonra biz növbəti izahımıza baxaq. Qneysi mərmərdən fərqləndirən xüsusiyyətdir. Eyni tip sualdır və burada da sualımızın doğru cavabı qneys nədir? Maqmatikdən çevrilib, e, mərmər isə əhəng daşından çevrilib. Metamorfik suxurdur. Hər ikisi metamorfikdir. Bizə fərqli olan istəyirdi. Çökmə mənşəli suxurlardan çevrilmişdir. Xeyr, dedik ki, biri maqmatikdən, biri əhəng daşı, yəni çökmədən çevrilib. Çökmə mənşəlidir. Xeyr, hər ikisi metamorfikdir, olmaz. Maqmatik mənşəli suxurdan çevrilmişdir. Doğrudur. Çünki qneys e, çevrildiyi suxur qranitdir. Qranit də maqmatikdir. Mərmər bəs nədir? Mərmər isə özü metamorfikdir, amma nədən çevrilib? Əhəng daşından. Bəs əhəng daşı nədir? Çökmə. Yəni birindən çökmədən çevrilib, birindən isə maqmatikdən. İndi bizdən də qneysi mərmərdən fərqləndirməyimizi istəyir. Ona görə D variantı uyğundur. Növbəti 26-cı sualdır. Bunlar kitab cümlələrdir, yəni qeyri-adi bir şey yoxdur. Müvafiq olaraq maqmatik çökmə və metamorfik suxurları göstərin. Çökmə deyirsə, üzr istəyirəm, birinci maqmatik deyirsə təbii ki, qranit olar. Çökmə deyirsə bazalt ola bilməz. A variantı deyil. Mərmər maqmatik deyil, gips maqmatik deyil, əhəng daşı maqmatik deyil, amma bazalt maqmatikdir. Çökməyə torf deyə bilərik. Kvarsita isə metamorfik deyə bilərik. Yəni sualımızın doğru cavabı E variantı. Daha sonra müvafiq olaraq Mezozoy və Paleozoy eraların geoloji dövrlərini müəyyən edin. Burada deməli Mezozoya hansını götürə bilərik? Paleogen olmaz, Perm olmaz. Paleogen çünki Kaynozoy dövründür. Perm Paleozoyundur. Tiras Mezozoyundur. Olar, amma Paleozoyda deyir ki, Yuradır. Yura ola bilməz axı. Çünki bu da Mezozoya aiddir. Tiras, Yura, Təbaşir bunlar Mezozoydur. Ona görə C də ola bilməz. Təbaşir daş kömür qeyd olunub. Təbaşir Tiras, Yura, Təbaşir bunlar biz Mezozoya deyirik. Daş kömürü bəs hansına aiddir? Təbii ki, bu da Paleozoya aiddir. Yəni sualımızın doğru cavabı D variantıdır. Burada Neogen qeyd olunur. Neogen Kaynozoya aiddir. Mezozoya deyil. Silur amma Paleozoya aiddir. Yəni sualımızın doğru cavabı D variantıdır. Hansı geoloji erada Pangeya qurusu Lavrasiya və Gondwana materiklərinə parçalanmışdır? Deməli, Pangeyanın Lavrasiya Gondwana parçalanması Paleozoydadır. Amma Lavrasiya Gondwananın müasir materiklərə parçalanması isə Mezozoydadır. İndi bizdən Pangeyanın Lavrasiya və Gondwanaya parçalanmasını istəyir. Yəni Paleozoy dövründə. Bunların mənası nədir? Pangeya böyük quru parçasıdır və Paleozoyda Lavrasiya Gondwanaya parçalanır. Lavrasiyanın tərkibini iki materik, yəni Şimali Amerika, Avrasiyaya aiddir. Gondwananın tərkibinə isə Cənubi Amerika, Afrika, Avstraliya və Antarktida aiddir. İndi bizdən e, bu hadisəni soruşur. Təbii ki, bu da Paleozoy erasında baş verib. Sonra biz baxaq El-Irvin diaqramına. Burada mərmər və kvarsitin oxşar cəhətini verib. Mərmər nədən yaranıb? Əhəng daşından. Kvarsit bəs nədən yaranır? Qum daşından. İndi bizə deyir ki, çökmə suxurlardan çevrilmiş metamorfik suxurlardır. Hər ikisi metamorfikdir. Və hər ikisi nədən çevrilib? Çökmə suxurdan. Çünki mərmər nədən çevrilib? Əhəng daşından. Əhəng daşı nədir? Çökmə. Bəs yaxşı kvarsit nədən çevrilib? Qum daşından. Qum daşı nədir? Çökmə. Deməli, A variantı uyğundur. Digərlərinə baxmağa ehtiyac yoxdur. Hansı metamorfik suxur maqmatik suxurlardan çevrilmişdir? Deməli,
30-cu sualımızın doğru cavabı burada qneis olacaq. Niyə? Çünki qneis nədən çevrilib? Qneisin özü metamorfikdir, amma o nədən çevrilib? Qranitdən. Qranit bəs nədir? Maqmatik. İndi görür ki, şərtə uyğun, yəni hansı deyir ki, metamorfik suxur maqmatik suxurdan çevrilmişdir. Təbii ki, qneis qranitdən çevrilib. Qranit də maqmatik suxur qəbul olunur. 31-də mərmər hansı çökmə suxur metamorfizləşməsindən yaranıb? Təbii ki, dedik ki, mərmər əhəng daşından çevrilib. Yəni B variantı uyğundur. Geoloji keçmişdə qədim Qondvana aid olmuş yarımada hansılardır? İki dənə yarımada var. Bir Ərəbistandır, bir də Hindistandır. Bunlar Avrasiyaya yad quru parçaları hesab olunur. Yəni burada Hindistan da olsa Hindistanı da götürmək olardı. Sualımızın doğru cavabı Ərəbistan və Hindistan. Hindistan olmadığı üçün Ərəbistanı götürürük. Yəni D variantı. Müvafiq olaraq ən qədim və ən cavan geoloji eraları müəyyən edin. Ən qədim geoloji era arxeयdən başlayır. Sonra Proterozoy, sonra Paleozoy, sonra Mezozoy və ən sonunda Kaynozoydur. İndi biz əvvəldən deməli indiyə kimi davam etsək, birinci arxey, yəni bizə ən qədim soruşur, deməli arxey və ən cavan soruşur, dedik Kaynozoy. Deməli D variantı uyğun variantdır. Təbiətdə ən çox yayılmış maqmatik suxurlar hansılardır? Bunlar maqmatik suxurlardır. Niyə? Çünki, yəni D variantıdır. Səbəb odur ki, yer kürəsi belə deyək, formalaşarkən böyük lava püskürüb. Yəni Aeras adlandırırlar. E, və həmin lava püskürən zaman yerin daxilindən çoxlu sayda dəmir filizlərin tərkibi, yəni dəmir filizlərindən olan suxurlar yayılmışdır. Yəni yer səthinə lava ilə birlikdə çıxmışdır. Və günü bu gündə həmin o dəmir filizlərinin olmasına səbəb məhz bu hadisə hesab olunur. Yəni kütləvi lava püskürmələri maqmatik suxurların daha çox təbiətdə yayılmasına səbəb olur. Təxmini olaraq 60%-dir. İkinci yerdə daha çox yayılan metamorfikdir. Üçüncü yerdə isə çökmə suxurlardır. Bunu da əlavə məlumat olaraq qeyd elədik. Geotermik pillə adlanır. Geotermik pillə, məsələn, deyək ki, bu 0 metrlik yer səthidir və dərinliyə doğru getdikcə hər 33 metrdən bir temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlik adlanır geotermik pillə. Məsələn, 0 dərəcəli metrdir, düzdürmü bu? Burada, məsələn, temperaturu 15 dərəcə qeyd eləsək, bu zaman 33 metrədən sonra burada temperatur neçə dərəcə olacaq? Dedik ki, axı bir dərinliyə doğru hər 33 metrədən 1 dərəcə artması geotermik pillə adlanır. Əgər 15 burası, təbii ki, bura neçə olacaq? 16. Amma bu hər yer üçün 33 metrədir? Xeyr. Geotermik pillə əgər 33 metrədən kiçik olarsa, məsələn 25 metr, 20 metr, 15 metr, 28 metr, yəni 33 metrədən kiçik olarsa, bu ərazilər geosinklinal ərazilər, seysmik cəhətdən aktiv olan ərazilər üçün keçərli olacaq. Amma 33 metrədən böyük olarsa, məsələn 45, 30, 50, yox 30 ola bilməz, 45, 40, 50, 38, 37, yəni fərqi yoxdur. 33 metrədən əgər böyük olarsa, bu ərazilər platforma ərazilər olacaq. Yəni burada geotermik pillə böyük olacaq. Yəni biri var ki 40 metrədən bir keçə, bir də var ki 25 metrədən, 20 metrədən bir keçə. Təbii ki, hansında geotermik pillə daha böyükdür? 40-da və ya 45-də götürmək olar. Yəni platforma ərazilərdə 33 metrədən böyük olur. Seysmik cəhətdən aktiv ərazilərdə isə geotermik pillə 33 metrədən kiçik olur. Sualımızın doğru cavabı burada A variantı oldu. Cədvəl əsasında düzgün olan fikirləri müəyyən etməyimizi istəyir. Qranit hansıdır? Maqmatikdir. Çökmə nədir? Qneis yazıb. Bu səhvdir. Qneis metamorfik olmalıdır. Bir olan variantı çıxırıq. Daha sonra bazalt maqmatikdir. Doğrudur. Efuziv suxurdur. Çökmə əhəng daşıdır. Doğrudur. Metamorfik bəs nədir? Mərmər. Bu doğru variantdır. Qrafit
Deməli, metamorfik olmalıdır, ona görə düzəltdir. Burada üstləri çıxırıq, yerdə qalır D variantı. Pemza maqmatikdir, doğrudur. Çökmə daş kömür, doğrudur. Kvarts isə metamorfikdir, bu da doğru variantdır. Burada fikir verin, maqmatika neft verir. Bu ola bilməz, bu çökmədir. Yəni sualımızın doğru cavabı o saatda D variantı oldu. 37-yə baxırıq. Filiz mənşəli faydalı qazıntıların şərt işarəsini müəyyən edin. Burada filiz qızıldır. Yeganə variantlar arasında göstərilən qızıldır ki, bu filiz mənşəli faydalı qazıntıdır. Sonra biz növbəti sualla davam edək. Deyir ki, suxurların yatma ardıcıllığına görə nisbi yaşın daha az və daha çox olan suxur müəyyən edin. Belə bir qayda var ki, əgər ən altda, yəni ən dərində yerləşən suxur ən qədimdir, ən üstdə yerləşən suxur isə ən cavandır. İndi biz baxırıq. Deməli, bu ən cavan olacaq. Bu cavan olacaq. Bu cavandır. Bu isə nə olacaq? Təbii ki, belə deyək, qədim. Deməli, biz nə edirik? Bu ulduz şəklində olanlar ki var, bunu ən qədim götürəcək. İndi bizə deyir ki, nisbi yaşı daha az olan. Yəni, nisbi yaşı daha az olan deyirsə, daha cavan deyir. Bu, köndələn şəkildə göstərənlər daha cavan olandır. Yəni, gil. Gili yazacaq 1-ə. 1-ə 1 yazırıq. Yəni, 1-ə gili yazacaq. Daha çox olansa nədir? Ən qədim, ən altda olan. Hansıdır? Ulduz şəklində olan qranit. Qranit də bura aid edəcək. Bu oldu, deməli, birinci yerdə gil. Bura aid elədik gil. Bura aid elədik isə qranit. Yəni, ən qədim olan bu olacaq. Gil və qranit. Sualımızın doğru cavabı B variantıdır. Bir də izah edirəm. Burada deməli, ən üstdə olan ən cavan suxurdur, ən altda olansa ən qədim suxurdur. İndi şərti işarəsinə baxırıq. Şərti işarədə bu köndələn şəkildə göstərilən gilin işarəsidir. Deməli, ən üstdə olacaq gil. Çünki daha az yaşı var da. Bu zaman 1-ə götürəcək gili. Sonra 2-də deyir ki, daha çox olsun yaşa. Yəni, ən altda olan da dedik ki, yaşı daha çoxdur, daha qədimdir. Ulduz şəklində göstərilənlər nədir bəs? Baxırıq ki, qranit. Deməli, ikinciyə də qranit gedəcək. O da B variantında olacaq. Sonra baxırıq, deməli, maqmatik suxurları qruplaşdırın. Burada efuziv maqmatik suxurlar var, bir də intruziv var. Dedi ki, maqmatik suxurlar 2 ilə bölünür. Efuziv və intruziv. Efuzivlər aiddir. Məsələn, burada qabro, qranit. Bunlar aiddir efuzivə. Üzr istəyirəm. Bunlar aiddir intruzivə. Bunlar ağırdır, bərkdir, məsaməsizdir, su keçirməyəndir. Və bunlar aiddir 2-5 intruziv suxura. Yəni, daha bərk olan suxurlar intruzivə aiddir. 2-5, 2-yə gedəcək. Bir dənə variant var, o da D variantıdır. Digərləri isə efuziv suxurlardır. Pemzadır, bazaltdır, vulkanik tufdur. Bunlar D variantında, yəni efuziv suxura aid olacaq. Sonra digər suala baxaq. Əhəng daşı nədən çevrilir? Yəni, mərmərə çevrilir. Daha sonra qrafit almaza çevrilir. Qum daşı isə kvarsitə çevrilir. Sualımızın doğru cavabı A variantıdır. Burada 41-ci sualda demək olar 38-ci sualına eynidir. Amma burada deyir ki, sxema əsasən suxurların yatma ardıcıllığına görə nisbi yaşın azalan sıra ilə müəyyən edilir. Nisbi yaşın azalan sırası nə deməkdir? Yəni, çoxdan aza. Ən çox yaşı olan hansıdır? Biz də dedik ki, ən çox yaşı olan ən dərində yerləşəndir. Ən dərin yerləşən hansıdır? Qranit. Görür ki, işarəsinə fikir verin. Burada ulduz şəklində göstərilib. Deməli, qranitlə başlayırıq. Qranitlə başlayırıq. Deməli, A variantı qalacaq. B çıxdı, C çıxdı, D də çıxır. A qalır, Y qalır. İkinciyə baxırıq. Bu nöqtə şəklində göstərilən görürük ki, kvarsitdir. Deməli, ikinci yerdə kvarsit olacaq. Amma burada qum yazıb deyəsə, deməli, sualımızın doğru cavabı
Y variantıdır. Bu formada çıxdaş edərək tapmaq olar. Sonra 42-ci suala baxaq. Cədvələ əsasən doğru olmayan fikri müəyyən edin. Burada bu nikeldir və dəmir filizi yazıb. Ona görə elə yanlış variant A variantıdır. Çünki bu nikelin işarəsidir. Dəmir filizin işarəsi təxmini olaraq bu formadadır. İçərisi rəngli formadadır. Bu neftə oxşayır, amma dəmir filizi daha enli olacaq. Neft fikir verin daha nazikdir, amma dəmir filizi daha enli olacaq. Digərləri düzdür, bu almazın işarəsidir, təbii qazın, daş kömürün, amma bu nikelin işarəsidir, dəmir filizi yazıb. Səhvdir, bizdən də elə yanlış istəyir də, yəni doğru olmayan istəyir də. O da A variantı. Sonra baxırıq, deməli 43-cü suala. Uyğunluğu müəyyən edin. Deməli, kvarsit nədən çevrilib? Qum daşından. Qranit nədən yox. Qranitdən çevrilən bəs nədir? Qneys olacaq. Cilli şist nədən çevrilib? Cildən. Deməli, A variantı doğru variantdır. Qeyri-filiz mənşəli faydalı qazıntılar hansılardır? Təbii ki, qeyri-filiz isə məsələn, burada gips, mərmər, travertin bunları götürə bilərik. Məsələn, A variantında mis olmaz, kobalt olmaz. Bunlar filizdir. Bu wolfram qalay filizdir, molibden filizdir, gümüş filizdir, alümit filizdir. Amma travertin, mərmər, gips bunlar tikintidə istifadə olunur. Qeyri-filiz mənşəli faydalı qazıntılardır. Uyğunluğu müəyyən edin. Filiz faydalı qazıntılar hansılardır? Təbii ki, filiz deyirsə qalayı götürəcəyik. Sonra burada dəmiri götürəcəyik. Deməli, 1-ə D və F yazırıq. 1-ə D, F olan variant B variantıdır. Baxaq digərlərində qeyri-filiz faydalı qazıntılar. CY kükürtdür. Sonra burada kalium duzdur. Bunlar qeyri-filiz faydalı qazıntılardır. Sonra 3-ə baxırıq. Yanar faydalı qazıntılar isə torfdur, təbii qazdır. Təbii ki, adından da göründüyü kimi bunlar yanar faydalı qazıntılar olacaq. Yəni sualımızın doğru cavabı burada B variantı oldu. Yəni 45 B variantıdır. 46-ya baxaq. Sxemdə verilmiş əlamətlər hansı suxura aiddir? Təbiətdən çox yayılmış maqmatik suxurlardandır. Maqmatik suxurunu deyir. Sonra möhkəm suya davamlı olduğu üçün ondan tikintidə istifadə olunur. Deməli, möhkəm deyirsə, suya davamlı deyirsə, yəni su keçirməyəndirsə, təbii ki, bu intruziv olacaq. Maqmatik intruziv olan suxur axtarmalıyıq. Bu da qranitdir. Az öncə qeyd eləmişdik ki, qranit yəni maqmatik intruziv olan suxurlar sırasındadır. Üzvü mənşəli çökmə suxurları müəyyən edin. Təbii ki, 47-ci sualımızın doğru cavabı burada üzvü deyir. Qonur kömür, yanaşiz, torf. Qranit olmaz, bunlar maqmatikdir. Məsələn, çay daşı olmaz, qırıntıdır. Təbaşir olar. Amma qum olmaz. Pemza da maqmatikdir, olmaz. Sonra burada qonur kömür, yanar şist, torf. Yəni sualımızın doğru cavabı D variantıdır. Uyğunluq pozulmuşdur. Məsələn, Y variantında bazaltı ola bilməz. Kalium duzu ola bilməz. Kalium duzu kimyəvidir, amma daş kömür üzvüdür. 48-ə uyğunluq pozulmuşdur. Tiraz aiddir mezoya, mezoya aiddir fanerozoya. Bu fikir doğru ifadədir. Biri götürə bilərik. Yox, bizdən yanlış istəyir, pozulmuş istəyir. Bu variant doğrudur, amma bizə lazım deyil. Çünki yanlış istəyir. Perim paleozoiddir, o da kriptozoiddir. İki eon var da, yəni biri kriptozoiddir, biri fanerozoid. Kriptozoid gizli həyatdır, fanerozoid isə aşkar həyatdır. Kriptozoya aiddir arxe proterozoid, fanerozoya aiddir paleozoid, mezozoid, kaynozoid. İndi Perim dedik ki, Kempre, Ordovis, Silur, Devon, daş kömür, Perim bunlar paleozoya aiddir. Və bu da kriptozoya yazıb. Xeyr, bu fanerozoiddir. Dedik axı, kriptozoya aiddir iki dənəsi hansılar? Arxe və proterozoid. Digərləri isə fanerozoya aiddir. Ona görə yanlışın biri 2-dir. Paleogen, neogen, antropogen. Bunlar aiddir kaynozoya. Kaynozoida, fanerozoya. 3 də doğrudur. Bizə lazım deyil.
Jura, Tiraz, Təbaşir bunlar aiddir Mezzoya. Doğrudur. Fanerzoy yazıb. Bu da doğrudur. Bizə lazım deyil. Amma Devondur, Daşkömür, Perim, üzr istəyirəm. Kempri, Ordovi, Sidor, Devon, Daşkömür, Perim bunlar aiddir Palezoya. Palezoy da aiddir Fanerzoya. Burada Fanerzoy düz verib. Amma Mezzoy yazıb deyə səhvdir. Əslində nə olmalıdır? Palezoy. Yanlışlar hansılardır? 2 və 5. Yəni A variantı doğru ifadədir. Sonra 49-cu suala baxırıq. Müvafiq olaraq maqmatik çökmə, metamorfik süxurlar hansı sırada düzgün verilib? Deməli, maqmatik hansıdır? Maqmatiklər. Qneys metamorfikdir, kvarsit deməli, metamorfikdir, qranit maqmatikdir. Çökməyə baxırıq, qum daşı çökmədir, doğrudur. Metamorfik mərmərdir. C variantı uyğundur. Gil məsələn çökmədir. Sonra qabro maqmatikdir, daş kömür çökmədir, torf. Yəni biz elə seçməliyik ki, birinci olan maqmatik olmalıdır, ikinci olan çökmə, üçüncü olan da metamorfik. Birinci görürük ki, maqmatik hansıdır? Qranit. İkincidə baxırıq ki, çökmə qum daşıdır, doğrudur. Üstə də metamorfik mərmər verib. Deməli, C variantı daha uyğundur. Amma digərlərində birinci maqmatiki verir, sonra çökməni verir. Üzr istəyirəm. Birincidə məsələn maqmatiki verir, sonra metamorfik verir, sonra çökməni verir və yerləri dəyişkən də. Amma ən doğrusu ardıcıllıqla C variantında öz əksini tapıb. Maqmatik süxurdan çevrilmiş metamorfik süxur hansıdır? Bu qneysdir. Çünki qneys özü metamorfikdir. Bəs nədən çevrilib? Qranitdən. Qranit nədir? Maqmatik. Bizdən də sualımızın şərtinə uyğun C variantı düzgündür. Bitki və heyvan qalıqlarının toplanmasından əmələ gəlməmişdir. Yəni, çökmə süxuru olmasın. Daş kömür çökmədir, torf çökmədir, neft çökmədir. Yanar şist, yanar faydalı qazıntılara aiddir, yəni çökmələrə. Pemzada deməli nədir? Maqmatik. Sonra burada cədvələ əsasən cədvəldə verilən Paleozoy erasının geoloji dövrlərində hansıların yerini dəyişsək, onların qədimdən cavana doğru düzülmüş olarıq. Kempri, Ordovik, Silur, Devon, Daşkömür, Perim. Bunlar ardıcılıqla bu formadadır. Birinci Kempridir, sonra Ordovik olmalıydı, sonra Silur. Görür ki, yerlər dəyişkəndir. Deməli, 2 ilə 3 Y variantı doğrudur. Sonra burada baxırıq, daha qədimdən cavana deyir. Biz az öncə qeyd elədik, dedik ki, ən qədimləri arxeidi, sonra proterozoydur, sonra paleozoy, mezozoy, kaynozoy və bu istiqamətdədir. İndi biz arxeiddən sonra proterozoy olmalıydı. Arxei, proterozoy. Bunlar kriptozoy yönünə əhatə edir. Arxei ilə proterozoy. Burada ikinci yerdə mezozoy yazıb, səhvdir. Bu neçənci yerdə olmalıdır? Dördüncü yerdə. 4 gəlməlidir 2-yə, 2 də getməlidir dördüncü yerə. 2 ilə 4-ün yerini dəyişsək variantımız çıxar. Yəni C variantı uyğundur. Sonra geoloji keçmişdə Lavrasiya qrupunun tərkibində olmuş müasir materikləri üçün ümumi olan əlaməti müəyyən etməyimizi istəyir. Deməli, Lavrasiya hansı materiklərdir? Şimali Amerika və Avrasiya materikləri. Deməli, Şimali Amerika ilə Avrasiya üçün ortaq cəhətlər müəyyənləşdirir. 3 yarımkürədə yerləşirlər. Bu Avrasiya üçün keçərlidir, amma Şimali Amerika üçün keçərli deyil. Hər ikisi üçün ortaq cəhət olmadığı üçün bir variantını silirəm. Şimal tropik xətti, şimal qütb dairəsi ilə kəsişirlər. Əgər burada əziyyət çəkirsinizsə, xəritəyə baxaraq da yaza bilərsiniz. Amma mütləq şəkildə bunları öyrənməlisiniz ki, yəni bunları bilməsəz, çox əziyyət çəkəcəksiniz. Şimal tropik xəttin kəsir hər ikisi və şimal qütb dairəsində hər iki materik kəsir. 2 olan variant doğrudur, yəni hər ikisi üçün ortaq cəhətdir. Qütb ulduzu Polaris müşahidə olunur. Hər ikisi şimal yarımkürəsində yerləşir deyə və biz deyə bilərik ki, qütb ulduzda, yəni Polaris şimal yarımkürəsində, şimal qütbündə yerləşir. Ona görə 3 də doğrudur. Günəşin zenitdə olma prosesi müşahidə etmək mümkün deyil. Xeyr. Əgər dedik ki, tropik xətti kəsirsə, günəş zenitdə ola bilər. Ona görə 4 də yanlış ifadədir, deyil deyə. Yəni, deyil sözünə görə bunu götürmürük. 5-ə baxırıq, bütün saat quşaqlarında yerləşirlər. Yeganə bütün saat quşağında yerləşən materik Antarktida materiki olacaq.
Sonra növbəti sualımıza baxırıq. Burada faydalı qazıntıların şərti işarəsi verilib. E, Bəziləri var ki, onlara heç öyrənməyə ehtiyac yoxdur. Sadəcə güvən dərsliyində verildiyi üçün e, burada da qeyd olunub. O məsələn burada torf verilib. Torfun heç öyrənməyə ehtiyacı yoxdur. Amma digərlərin böyük əksəriyyəti imtahanda istifadə oluna bilər. Məsələn, filiz faydalı qazıntıya bu qonur kömürün işarəsidir və burada filiz faydalı qazıntının altında yazır. Bir ola bilməz. Bir çıxdı. Yəni, görürük ki, 3 dənə variantımız getdi. Qaldı A və C. 2-yə baxırıq. Gümüş nədir? Bu gümüşün işarəsidir. Düzdür, polimetala oxşuyur, amma polimetalda daha çox ara kəsmələri olacaq. Bu gümüşün işarəsidir. Deməli, gümüş də filiz faydalı qazıntıdır, doğrudur. Bu fosforitdir. Fosforit bəs nədir? Qeyri-filiz faydalı qazıntıdır. Bu da doğrudur. Yanar faydalı qazıntı. Torf bilirik ki, yanar faydalı qazıntıdır. 2 olan variantı götürəcəyik. Deməli, A variantı avtomatik silinəcək. Deməli, sualımızın doğru cavabı C variantıdır. Heç digərlərinə baxmağa ehtiyac yox imiş. E, 2 dənə sıranı bildiksə cavab çıxmış olur. Məsələn, burada qızıldır, filizdir, doğrudur. Bu Glauber duzudur. Qarabağ Qol körfəzində yerləşir. Məsələn, burada yanar faydalı qazıntıda. Burada əslində bu kobaltın işarəsidir. Sadəcə burada biraz çapda səhv gedib. Əslində çapda deyil, sadəcə PDF-ə çevriləndə o hissə düşməyib, yəni skaner olanda. Bu kobaltın işarəsidir. Kobalt yanar faydalı qazıntı ola bilməz. O filiz faydalı qazıntıdır. Ona görə A variantında 3 ona görə çıxmışdır. Digərləri isə məsələn 4-də bu nikelin işarəsidir, filizdir, almaz qeyri-filizdir. Bu isə qazın işarəsidir. Sonra məsələn 6-da nə göstərir? Bu qalayın işarəsidir. Sonra məsələn burada daş kömürdür, bu da kalium duzun göstərib. Yəni sualımızın doğru cavabı 2, 4 və 6 oldu. Yəni C variantı sualımızın doğru variantıdır. Daha sonra cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən etməyimizi istəyir. Bunlar nədir? Yəni hansılar doğrudur? Üzərini doğru yazaq. Yer qabığı üst mantiya ilə birlikdə litosfer adlanır. İlk sualımız əgər yadınızdadırsa, birinci sualımız. Orada da demək olar eyni variantda göstərmişdi. Yəni A variantında idi. Səhv etmirəmsə, birinci sualımızın cavabı. Elə burada da doğru ifadə verib. Sonra ikinciyə baxın. Qranit qat yer qabığının ən üst qatı hesab olunur. Yer qabığının ən üst qatı çökmədir. Sonra qranitdir, sonra bazaltdır. Amma burada deyir ki, qranit birinci gəlir. Xeyr, birinci gəlmir axı. Çökmə birinci gəlir. Yanlışdır. Sonra yerin nüvəsinin əsasını dəmir nikeldən təşkil olmuşdur. Bəli, bu ifadə doğrudur. Sonra Fanerzo iyonu gizli həyat iyonu adlanır. Xeyr, bu yanlışdır. Fanerzo iyonu aşkar həyatdır. Aşkar həyat o deməkdir ki, yəni həmin dövrü öyrənməyə hansı sübut var. Amma belə deyək, kriptozo iyonu isə gizli həyatdır. Gizli həyatı öyrənmək çətin olur. Yəni ümumiyyətlə öyrənmək olmur da. Çünki o dövrə aid hər hansı bir məlumat yoxdur. Ona görə gizli həyat adlandırırlar. Gizli həyat fanerozoid deyil, kriptozoid olmalıdır. İndi bu da bu da yanlışdır. Bu da yanlışdır. Deməli, 2 dənə yuxarıdakılar doğru olacaq, 2 dənə aşağıdakılar isə yanlış. Baxırıq ki, 2 dənə doğru var, 2 dənə yanlış. A variantı uyğun variantdır. Burada D variantı da uyğun variantdır. Çünki eyni variant təkrarlanıb. A da yazsaz, D də yazsaz, hər ikisi doğru götürüləcək. Sonra 57-ci suala baxaq. Verilmiş fikirlərdən hansılar filiz faydalı qazıntılar üçün səciyyəvidir? Burada sualımızın doğru cavabı filiz deyirsə təbii ki, maqmatik olacaq, doğrudur. Ovalıq şeht zonasında rast gəlinməz. Rast gəlinir deyir, səhvdir. 2 variant çıxdı. Əhəng daşı, gips, mərmər növ faydalı. Xeyr, bunlar da aidiyyəti yoxdur. Sonra daha çox dağlarda dendrosen mənşəli düzənliklərdə rast gəlinir. Bu fikir nisbətən
Nisbətən deyil, yəni sualımızın tam olaraq cavabıdır. 1-4. Yəni Y variantı uyğundur. 5-ə baxan yanar faydalı qazıntılar hesab olunur. Çökmə mənşədir. Xeyr. Fiz faydalı qazıntılar yanar deyil, nə də çökmə deyil. Onlar maqmatikdir və filiz mənşəli faydalı qazıntılara aiddir. Yəni 57-ci sualımızın doğru cavabı Y variantıdır. Daha sonra 58-ə baxaq. Burada dövrlər verib. Məsələn, bu Kemperdir. Sonra növbəti olmalıdır Ordovik. Sonra bu olmalıdır Silur. Sonra bu Devon verib. Sonra bu olmalıdır Daşkömür. Sonra bu olmalıdır Perim. Perim bitəndən sonra başlayır Mezozoy. Mezozoy, Tiras, bu olmalıdır Yura. Sonra bu olmalıdır Təbaşir. İndi bizdən hamısını soruşmur. Bizdən deyir ki, rəqəmlərə uyğun. Bax, məsələn, Tiras, yox, Tiras, Yura, Təbaşir, sonra gəlir Paleogen, bu olur Neogen, bu da olur Antropogen, yəni dördüncü dövr. İndi bizə baxırıq ki, birdən nə istəyirdi? Silur olacaq, 2-yə olacaq Devon, Devondan sonra daş kömürü vermişik də, hə. Daş kömür 3-ə olacaq. Tirasdan sonra Yura, 4-ə də olacaq, dördüncü dövr, antropogen dövr olacaq. Yəni A variantı uyğun variantdır. Sonra baxırıq növbəti sualımıza. Burada da eyni tip məsələdir. Kempri, Ordovik, Silur. Bir yenə Silur olacaq. Devon verilib. Devonsa sonra burada daş kömür olacaq. Daş kömür və burada Perm olacaq. Deməli, 1 Silur, 2 Perim, Tiras, Yura, bu da təbaşir olacaq. Tiras budur, Yura budur, təbaşir də budur. 3 təbaşirdir, 4 də dördüncü dövr, yəni A variantı olacaq. Sonra növbəti sualımıza baxaq. Maqmatik və çökmə süxurlar üçün fərqli oxşar xüsusiyyətlər müəyyən etməyimizi istəyir. Deməli, yüksək temperatur təzyiq şəraitində metamorfik süxurlara çevrilmə imkanına malikdirlər. Hər ikisi metamorfik süxura çevrilə bilər. Yəni 3-ə götürəcəyik 1-i. 3-ə 1 götürəcəyik. Bu zaman B, C, D variantları çıxırıq. Bazalt və qranit aiddir. Bu hansına aiddir? Təbii ki, baxaq, bazalt və qranit aiddir maqmatik süxurlara. 1-ə aiddir 2. Deməli, bura qeyd edək. 1-ə aiddir 2. Yüksək temperatur təzyiq şərtində dəyişə bilər, metamorfik süxur ola bilər. Bura aiddir, yəni hər ikisinin oxşar cəhətinə 1. Yanar faydalı qazıntılara aiddir. Bu gedəcək çökmə süxurlara. Bəzi növləri bitki və heyvan qalıqlarından yaranır. Bu da aiddir yenə də çökmə süxurlara. Yəni sualımızın doğru cavabı 1-ə 2, 2-yə 3, 4, 3-ə isə 1. Burada da sualımızın doğru cavabı A variantıdır. Sonra baxırıq digər sualımızın izahına. Sxema əsasən süxurların yatma ardıcıllığına görə onların nisbi yaşının artma sırasını müəyyən edir və mənşəyinə görə qruplaşdırın. Biz qeyd elədik ki, süxurların əgər yaşı dərinliyə doğru getdikcə artacaq, ən altda qalan süxur daha qədim olacaq. İndi bizə deyir ki, süxurların yatma ardıcıllığına görə onların nisbi yaşının artma sırasını, yəni nisbi yaşı artsın. Deməli, nə etsin? Səthdən başlayacaq, dərinliyə doğru gedəcək. Bu zaman ən üstdə olacaq gil, yəni birinci yerdə gili yazaq. Gil, sonra ikinci yerdə gələcək qum, yəni 4. Üçüncü yerdə nöqtə şəklində nə göstərir? Kvarsit. Bura kvarsiti yazacaq. Ən axırda da qranit verilir, çünki plus şəklində göstərir. Deməli, 2, 4, 3, 1. Belə bir variantımız varmı? Var. Deməli, B deyil, C deyil, Y deyil, 2, 4, 3, 1, A da var, D də var. İndi baxaq. 1 ilə 3 deyir maqmatikdir.
Baxaq, qranit, kvarsit maqmatikdirmi? Qranit hə, kvarsit maqmatikdir, amma kvarsit deyil. Kvarsit e, metamorfik suxurdur, maqmatik deyil. Ona görə D variantı yanlışdır. A-ya baxaq. 1 maqmatikdir, qranit maqmatikdir, düzdür. Sonra 2, 4 deyir çökmədir. Gil də çökmədir, qum da çökmədir, doğrudur. 3 də metamorfikdir, bəli. E, 3 də metamorfik olacaq. Yəni sualımızın doğru cavabı A variantıdır. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.